Xoş gördük əziz dinləyicilər. Bu günləri biz yenə də Türkiyədən danışmağa məcburuq. Türkiyədəki hadisələr artıq elə bir məcraya doğru gedir ki, biz hadisə baş verən vaxtı bildirdik ki, bu səhv bir addımdır. Əlbəttə ki, bəlkə də İmamoğlu'nun o qədər indiyənə qədər Cümhuriyyət Xalq Partisinin 30%-dən yuxarıya keçməyən bir necə belə insan seçməni vardısa, bu günləri həqiqətən Erdoğan'ın atdığı bu addım İmamoğlu'nu çox məşhur etdi. Bəlkə də buna layiq deyildi, amma məşhur etdi. Bəzi insanlar var ki, biz Erdoğan'dan danışdıqda nədənsə çox qısqanırlar, bütpərəstlik edirlər. Bütpərəstlik eləməyin. Türkiyə bizim üçün qardaşdır və yeganə səmimi müttəfiqimizdir və biz o təbii müttəfiqimizi heç vaxt itirmək istəmirik. Orada hər hansı bir pis hadisə baş verdi, bu bizim qəlbimizi ağrıdır. Yaxşı hadisə baş verdikdə isə bu bizi sevindirir. Məlum oldu ki, diplom məsələsi saxta bir məsələ idi. Məlum oldu ki, İmamoğlu'nun hər hansı bir terror qruplaşması ilə əməliyyatı mənasız bir məsələ idi. Məhz indiyənə qədər dünyada normal ölkələrdə diplomun ləğv edilməsi məsələsi bəlkə Şimali Koreyada baş verə bilərdi ki, onu Erdoğan bunu etdi. Mən demirəm bunu Erdoğan etdi. Yəqin ki, Erdoğan'a qulbəçəlik edənlər, onu kraldan çox kralçı olanlar Erdoğan'ı bu ağır vəziyyətə saldı. Bəzi insanlar var ki, bəzən sual verirlər ki, yəni o sizdən yaxşı düşünə bilmirmi? Xeyr, mənim əzizim. Və zaten hakimiyyətlər yaxşı düşünə bilmədiyi üçün itkiyə gedirlər. Çauşevski hakimiyyəti niyə getdi ki? Və yaxud da Ərəb baharında Ərəb liderləri niyə getdi ki? Onlar da elə fikirləşirlər ki, onlar düz addım atırlar. Baxın, bütün dünyada belədir. Hakimiyyətlər öz hakimiyyətlərini onda itirirlər ki, doğru düzgün qərar vermirlər və hesablaya bilmirlər. Tunis kifayət qədər normal bir ölkə idi, amma Tunisdə bir göyərti satan bir uşağa qarşı edilmiş hadisə, halbuki o uşağa qarşı edilən hadisə yüzlərlə, illərlə, yüzlərlə insana edilirdi. Amma hadisə baş vermirdi. Amma bir göyərti satana edildikdə bunun qiymətini vermək olmur. Bu günləri artıq tam məlumdur. Həm istər dünyada olsun mətbuat orqanları, istər Türkiyənin daxilində olsun. Hər kəs bu məsələni pisləyir və yanlış addım atdığını deyirlər. Bunu tək mən demirəm. Yəni bu günləri Erdoğan hesablamamış bir addım atdı. Mən deyirdim ki, bu Türkiyəyə ciddi zərərdir. Baxın, 26 milyard dollar. Fərqli rəqəmlər var, 10 milyard da var. 26 milyard dollar artıq itki verdiyi məlum olub Türkiyə hökumətinin. Türkiyə hökumətində bilirsiniz ki, inflyasiya çox yüksək səviyyədədir. Yenidən lira öz məzənnəsini itirdi, öz gücünü itirdi. Bu Türkiyə xalqına zərbədirmi? Türkiyə xalqına zərbədir. Erdoğan kifayət qədər reytinqli bir insandır. Özünü bu vəzdə salmaq, öz rəqibini 30% indiyənə qədər yığmış rəqibini qaldırıb bu günlərə seçki keçirirlərsə İmamoğlu qalib gələr. Bəlkə də İmamoğlu buna layiq deyil. Amma bu günləri bu edilmiş hadisə səhvdir, yanlışdır və Türkiyəyə böyük bir ziyan vurdu. Milyarlarla dollar Türkiyəyə ziyan vurdu. Ne deyə bilərik ki, Türkiyə hökuməti çox ayrı bir agoniyadadır. Həqiqətən bu Erdoğan hakimiyyətindən bunu görsən agoniyadadır. İndiyənə qədər Erdoğan hakimiyyəti atadığı bələdiyyə, atadığı adamlar öz adamları olub. Amma siz təsəvvür elə Əkrəm İmamoğlu'nun yerinə kayyum adam ataması belə yenə də CHP-dən oldu. Çünki artıq insanların daha qəddar surətdə qalxacağının proqnozlaşdırır və qorxur. Artıq milyonlarla, dünənləri milyonlarla insan bütün məhdudiyyətlərə baxmayaraq Saraçhane, İzmir və Ankara'da toplaşmış oldular. Bu heç də yaxşı bir vəd vermir və belə davam edə bilərsə artıq Türkiyə hökuməti televiziyalarda da qadağa qoyuldu bunun verilməsini. Belə davam edərsə Türkiyə hökuməti nə qədər ağır bir zərbə alacaq və fikirləşirəm ki, artıq növbədən kənar seçkiyə də gedə bilərlər. Yəni, deməyim bundan ibarətdir ki, atılmış addım yalandır. İmamoğlu'na qarşı diplom saxtakarlığı yalandır.
Bu absurddur. Və yaxud da ki, bugün 16 milyon insan tərəfindən seçilmiş bir insana qarşı mən deyərdim ki, İmamoğlunu belə boş buraxsadılar, İmamoğlu məğlub olardı. Amma düzgün hesablamayan, çünki Ərdoğanın da öz ətrafında o dinçilər, o siyasi İslamçıların ona verdiyi ağıl, kraldan çox kralçılıq etmələri artıq elə bir situasiya yarandı ki, bunun arxasından çıxmaq, bunun ardından qalxmaq həqiqətən də çox ağırdır. Allah Türkiyəmizi qorusun əlbəttə. Təşəkkür edirəm diqqətinizə görə.